Kütləsi 5 kiloqram olan cismə eyni zamanda 3 qüvvə təsir edir. Cismin təcrübini tapın. Aydındır ki, bu qüvvələr F1, F2, F3 qüvvələridir. Newtonun ikinci qanununa görə MA bərabərdir F1 üstəgəl F2 üstəgəl F3 olacaqdır. F1 və F2 qüvvələri bir-birinə perpendikulyardır. Şəkildən görünür. 90 dərəcə altında təsir göstərirlər. Eyni zamanda vektorların toplanma qanununa görə, qaydasına görə F1 vektoru ilə F2 vektorunun cəmi F3 vektorudur. Yəni biz bu düsturu 2 F3 vektoru kimi yaza bilərik. F3 vektoru isə asanlıqla Pifaqor teoremindən tapıla bilər. Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Buradan da istifadə edib biz F3 üçün asanlıqla 10 Newton ala bilərik. Deməli, 2 vuraq 10 Newton, o da bərabər 20 Newton. Buradan A bərabər olacaqdır 20 Newton bölək kütlə 5 kiloqram. O da bərabərdir 4 metr bölək saniyə kvadratı. Deməli, düzgün cavab burada C-dir.